Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə, mərkəzdə Yahya Hüseynov küçəsinin düz yoldan, marşrutdan təxmini hardasa 50 metr məsafədə, yola yaxın ərazidə 2 mərtəbəli, tam təmirli, şəxsi tikili bir həyət evə satışa çıxıb. Hörmətli izləyicilər, Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarımı verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırılan bax gördüyünüz kimi bu evin xarici görünüşüdür. Xarici görünüşü də zövqlü vəziyyətdə təmir olunub gördüyünüz kimi. Bu evin xarici görünüşüdür. Hörmətli izləyicilər, həyətyanın sahəsinə rahat 3 maşın daxil ola bilər. Birbaşa giriş darvazasına pul nədar olmuş darvazada maşın daxil olur, 3 dənə maşın rahat daxil ola bilər. Burada evin qabaq hissəsindəki həyətyanın sahəsində ev, Greenville o binaları şəhərciyə olan əraziyə çox yaxın yerdə yerləşir, yola marşrutlara yaxın ərazidə yerləşir. Biləcərdə hörmətli izləyicilər, yəni bu qiymətə ev demək olar yoxdur. Yəni bunu nəzərinizə çatdırım, ev qiyməti də super qiymətli. Yəni bunu maraqlanın, görün Biləcərin mərkəzində Proşat deyilən ərazidə belə bir qiyməti ev var ya yox. Hörmətli izləyicilər, bax gördüyünüz kimi bu evin həyətyanın sahəsini buradan yenə çəkirəm. Burada ev sahibi həyətdə belə bir kladovka yaradıb, artıq əşyalar yığmaq üçün. Evin bütün üst tərəfləri hamısı raşotka ilə yığılıb. Kombi sistemi ilə təchiz olunub. Keçən evin içi ilə tanış olaq, hörmətli izləyicilər. Evin yeri super. Yerdə yerləşir, şəhərə yaxın ərazidə yerləşir. Buradan daxil oluruq evin içinə girən kimi, gördüyünüz kimi dəhliz hissəsidir, dəhlizi istip oldu. Burada yenə ev sahibi evin içində artıq əşya, yəni paltar yığmaq üçün burada belə bir şkaf yığdırıb, gördüyünüz kimi. Bura sanuzel hissəsidir. Gördüyünüz kimi, hörmətli izləyicilər, sanuzeldə təmir vəziyyətdədir, demək istip oldu. Buradan daxil oluruq evin içinə. Bura qonaq otaqdır, hörmətli izləyicilər. Gördüyünüz kimi qonaq otağı da təmir vəziyyətdədir. Ev həqiqətən yeri də gözəldir. Evin özü də gözəl evdir. Yəni nəzərinizə çatdırım, qiyməti də çox qəşəng, münasib qiymətə qoyulub. Sonra biz qiyməti sizin nəzərinizə çatdıracağam. Bura mətbəx hissəsidir. Gördüyünüz kimi mətbəxi də hardasa təxmini bir 14-15 kvadrat olar. Təxmini ölçü deyirəm, hörmətli izləyicilər, az fərq eləyər. Yuxarı tavanlarda çəkirəm, diqqətlə baxın. Bütün evlərdə olduğu kimi, yəni evlərdə, yəni mətbəx mebeldir, kombud evlərin içində qalır. Bu hissəsi də mərmərdən yığılıb. Yəni ev həqiqətən çox rahat, səliqəli bir evdir. Burada bir dənə aşağıda bir yataq otağıdır. Gördüyünüz kimi buranın da təmiri qaydasında. Belə çəkirəm, diqqətlə baxın, hörmətli izləyicilər. Ev həqiqətən təmiri də qaydasında, yəni gir yaşa vəziyyətli olan bir evdir. Qalxırıq buradan, hörmətli izləyicilər, yuxarı 2-ci mərtəbəyə. Qalxan kimi bax burada bir 3 dədə otaq buradadır. Aşağıda bir zal, bir yataq otağı, 3 dədə otaq burada, 5 otaq. Bura bir uşaq otağıdır. Hörmətli izləyicilər, evin yenə qeyd edilən yeri gözəl yerdə yerləşir, Greenville deyilən ərazidə yerləşir, Maaşda zada yaxın yerdə yerləşir. Bugünkü vəziyyətdə Proşat tərəfdə, Biləcərin mərkəz tərəfdə bu qiymətə ev təhdüklərdə yoxdur demək olar. Yəni dəyərindən ucuz verilir. Bunu nəzərinizə çatdırım, hörmətli izləyicilər. Gördüyünüz kimi, bax bu hissəsi də bir yataq otağıdır. Hardasa 14-15 kvadrat olar. Təxmin ölçü deyirəm. Burada bir geniş yataq otağıdır. 4-ün 5-ə. 20 kvadratlıqda bir yataq otağıdır. Görürsünüz, hörmətli izləyicilər. Ətraflı çəkirəm. Buradan da keçirik. Yataq otağın içində də sanuzeli var. Bu da sanuzel hissəsidir, yataq otağın içindədir. Demək, hörmətli izləyicilər, bu da, buradan da, qoy bir dənə çəkək buranı. Burada balkon hissəsidir.
Balkon da təmiri vəziyyətdədir. Gördüyünüz ki, bu otağında balkona çıxışı var. Bu otağında balkona çıxışı var. Hörmətli izləyicilər, yəni bugünkü vəziyyətdə bu ev dəyərindən ucuz verilir. Yəni bunu nəzərdə çatdırım. Bu pərdə məni pitər elədi. Keçən indi hörmətli izləyicilər, evim haqqında əlavə məlumatlar verim. Demək, sənədi bələdiyyə sənədidir. 2003-cü ilin sənədidir. Bunu da nəzərdə çatdırım hörmətli izləyicilər. Yenidən təzədən sizə məlumatı verim. Ev Yahya Hüseynov küçəsində marşrutlardan 50 metr məsafədə Greenville deyilən şəhərcəyə yaxın ərazidə yerləşir. Yeri gözəl yerdədir hörmətli izləyicilər. Kimlər evini satmaq istəyirsə 055 389 38 08 nömrəsinə əlaqə saxlayın. Evlərin satılmağına köməklik göstərə bilərik. YouTube'da, Instagram'da, TikTok'da Seç Al Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymət evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırıb, kodları götürmək yaddan çıxmasın hörmətli izləyicilər. Evin qiyməti bugünkü vəziyyətdə dəyərindən ucuz 168 min start qiymətdir hörmətli izləyicilər. Bugünkü vəziyyətdə Biləcərdə bu qiymətə belə 2 mərtəbəli ev yoxdur hörmətli izləyicilər. Qiyməti bu qiymətə yoxdur. Gəlib soraqlaşın, görün bu ev belə formada evlər neçədir burada. 168 min start qiymətdir. Real alıcı olsa endirimi birbaşa ev sahibindən danışacaqsa son sözü hörmətli izləyicilər ev sahibi deyəcək. Sona qədər izlədiyi üçün də təşəkkür edirik. Allah ev olmayanlara gözəl evlər qismət eləsin. Allah alana da xeyir versin, Allah satana da. Amin. 168 min start qiymət.